Allahdan istəyirik, Allah bizim bütün əməllərimizi salih, xasiyyət və təbiətlərimizi də inşallah gözəl eləsin ki, gözəl əməllər bizdən baş versin. Neçə duanla hamınızı Allaha tapşırırıq. Nəsəlukəllahümmə və nəd'uk. Bismikəl azimil a'zam əl-a'azzil əcəllil əkrəm. İlahi, əllərimizi naümid qaytarma. Amin deyən dilləri lal öldürmə. İlahi, xəstələrimizə, nəzərdə olan xəstələrə, hamısına şifaya acil mərhəmət elə. İlahi, əsirlikdə olanlar, işi müşkilə düşənlər, özü dara düşənlər, İmam-ı Musa ibn Cəfər ağa hörmətinə, hamının işlərinə, özlərinə tezliklə fərəz ver. Qərib yerdə olanlarımızı, əsgərlikdə, xidmətdə olanlarımızın hamısını salamət elə. İlahi, bayrağımızı hər yerdə uca, əhlində izzətli qərar ver. İlahi, bizi Muhammed Ali Muhammeddən dünya və axirət ayrı salma. İşlərimizin, ömrümüzün aqibətin xeyirlə xətm elə. Allah bizi dünyadan imanla bağışlanmış halda apar. Günahlardan, şeytani vəsvəsələrdən, haramlardan, nəfs-i əmmarə şərrindən hamımızı hifz elə. İlahi və Rəbbim Muhammed Ali Muhammed hörmətinə hər kəsin ürəyində nə duası, mətləbi varsa onun üçün rəva elə. İbadətlərimizi, itaətlərimizi ali dərəcədə bizdən qəbul elə. İmam-ı zamanımızı ilahi salamət elə. Ağanın şərafətli zuhurunda təcil qərar ver. İlahi mübarək qəlbin bizdən razı elə. İlahi nəzərlərini hamımızın üzərində qərar ver. Kərəmindən, lütfündən, mərhəmət və məğfirətindən bizi dünya və axirət ayrı salma. İbadətlərimizi qəbul, dualarımızı da müstəcab elə. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuh.